100 mil natri xlorid məhlulunun içərisinə fizioloji məhluldur, durlaşdırıcıdır. İçərisinə vitamin kompleksidir. Yəni əlavə vitaminlərə ehtiyac yoxdur. Sistem daxilinə qatılanda deksametazon, dimidrol əgər xəstənin reaksiyaya meylliliyi varsa, mütləq şəkildə qatılmalıdır hər ikisi içərisinə. Çox zaman sual verirlər ki, əgər ki xəstəyə həkim deksametazon yazırsa, dimidrola nəyə ehtiyac var ki? Amma çox zaman da resept əsasında vurduğumuz üçün bəzən həkimlər bu riski gözə aldıqları üçün hər ikisinin də qatılma ehtimalını nəzərdə tuturlar. Və biz bunu sistem daxilində qata bilirik. Yəni, qatıb cəm şəklində köçürürük. Amma resept əsasında tətbiq edin, elə bir şey yoxdur. Çünki ola bilər ki, o ailənin hər hansı bir üzvünün hər hansı bir vitamin kompleksinə qarşı həssaslıq ola bilər. Yəni, fərqi yoxdur. Çox zaman, məsələn, B6-ya həssaslıq ola bilir, A vitamininə həssaslıq ola bilir. Ondan sonra B12-yə həssaslıq ola bilir. Yəni, istənilən anda insana reaksiya verə bilir. Ona görə də biz bunları ailə üzvlərimizə tətbiq etməməliyik. Yəni, izahatını veririksə, mütləq şəkildə resept əsasında xəstəyə tətbiq olunmalıdır. Xəstəyə də resept əsasında ona görə tətbiq olunur ki, həkimdən konsultasiyadan keçir. Müayinədən keçəndən sonra həkim xəstəni dinləyir, onun əsasında da təyin edir bunların hamısını. Aydın oldu? Bəli, həkimin görüşünə əsasən biz bunları təyin edirik.